Cibində bir dənə avtobusun pulu yoxdur. Sabah görüşdüyün qızlardan biri yeməkdən sonra çay içmək istəsə, qalasın məliyə-məliyə. Mən niyə danışdırırsan axı? Agün, gəlirdim mən sənə evlilik təklif eləməyə. Evlilik teklifi? Siz yaxşısınız. Gəlin gedib bir dənə həkimə göstərim, rentgen eləyək də. Görmə məhdudiyyəti var. Özü gedə bilməz axı. Görmə məhdudiyyəti nədir? Gördü. Cəmil bəyin qolu ağrıyır. Niyə ağrıyırsınız? Cəmil bəy. Hə, Vidadi. Sən qoy ora. Cibə. Yaz ki tez qolu çatlayıb zat, nə tez elə. Bu qızdan nə alsan yarısı mən. Aylıq qazancınız nə qədər idisə, hamısını ödəyəcəm. Narahat olmayın. Nə qədər verdin ona? Sən özün mənə 1000 manat vermədin ki, apar ver. O nə mən o adamı bilməlidir. Nə də sənin kimlə oturub durduğunu. Sürücü kör idi, görmürdü səni. Bəs nə oldu o xanıma? Niyə şikayət eləmədin? Polisi niyə çağırmadın ki? Yox da yox. Maşından düşəndə gördüm rəngi zada ağarır. Mən dedim ki, day bacı. Necəsən ata? Yaxşı. Sən necəsən? Yaxşı, çox sağ ol. Nə oldu o səhərin göz açılma? Məsələn, Məni işdən qovulacaq. məsələn qoldu. Qovdular da, Trudavoy çırpdılar sifətimə, adımı da saldılar qara siyahıya. Başa düşdüm də niyə? Rüşvətə görə. Məndən aldığın o bir damcıq pula görə. Söhbət bir damcı puldan getmir. Rüşvətə sən məni öyrəşdirirsən. Hər dəfə gəldin, ona arayış düzəlt, buna arayış düzəlt. Pulla şirin şeyin də bilirsən. Bir dəfə səndən götürdüm, 2 dəfə o birisindən götürdüm. Özün demirdin bu sistem belə işləyir. Sən istəmirsən ki, özləri verir də. Mən də öyrəşdim. Nə bilim olar. Ehtiyatlı olardın da. Bilirsən ki, hər yerdə kamera azad, nə bilim, dilxor oldum, Allah köməyin olsun. Allah köməyin olsundan canlı qutara bilmərsən, başa düşdün məni? Başa düşürsən? Məni işdən çıxardıblar statiya ilə özdə. Bilirsən, mənə iş yoxdur. Mən də orada-burada fəhlə işləyən deyirəm. Ona görə də bugündən sonra nə rasxodların varsa, sən görəsən. Pul tap. Necə alır? Bilmirəm. Elə işləri sən yaxşısan da. Get səmadan al. Neyim səmadan alım? Allah səma məni özüm mənlə bir yerdə nə 3 gündür vurub. Nə deyim? Deyim kreditimin vaxtıdır. Mən onu kişi danışdım orada. Yer qoydum ki, sonra pul istəyirdim. Bir şey fikirləşək də imkan yoxdur. Hər şeyin öz vaxtı var da, iş olmaz. İmkan yox deyirsən də. Gəl belə eləyək də. Səmadan soruşaq. Görə imkan var yoxsa yoxdur. Nəyə səmadan soruşsan? Neysən ki? Əlvi yoxdur. Deyəcək. Hələ əlvi çək deyirəm. Alo, Səma xanım salam. bəli, buyurun. Necəsiz? Kim idi? Alo. Alo. Çox üzr istəyirəm. Şəbəkə itir. Ona görə mən Fəridəm, Fərid həkim. Bəli, bəli. Cəmilin həkimi. Bəli. Bəli, bəli, Fərid doktor. Qardaşına zəng eləyirəm Rəsula. Zəng çatmır. Dedim bir dənə sizdən maraqlanım görüm necədir vəziyyəti. Yaxşıdır Cəmil? Ay, nə yaxşı, çox sağ olun diqqətiniz üçün. Yaxşıdır Cəmil bəy də. Yaxşı, oldu. Yenə də qulluğunuzdayım. Nəsə lazım olsa xəbər eləyərsiniz mənə. Oldu, sağ olun. Baş üstə. Sən nə? Apasın adamsan. Pul dolu. Puldur, get tap. Əldə deyərəm, yaxşı. Gələrəm belə səmanın özünə deyərəm. Ki, borcdanmı, xərcdanmı, nəysə. Əldə deyərəm, 1-2 saat əldə deyərəm. O ölüm deyil, nə oldu? Rədd ol tap. 1-2 saata zəng eləyəcəm sənə. Pul hazır olsun. Vicdanı təmiz olanları aldatmaq asandır. Amma qarnı ac olanı idarə eləmək çətindir. Fəridi bugün doyurmalıyam ki, sabah mənim üçün yenə hürsün.
Çünki ac et sahibini də dişləyər. Başa düşürəm, mənə inanmırsan. Güya dediyinə görə o qədər yalan danışmışam ki, sən mənə inanmırsan. Deyirəm, oturdum, fikirləşdim də, sən nə deyirsən, ondan razıyam. O boş TikTok videoları, lazımsız hərəkətlər, nə bilim, lazım deyil də. 50 yaşımda məndən soruşsalar ki, sən kimsən, TikToker deyə bilməyəcəm. Düz deyirsən. Niyə elə baxsan, düz deyirsən də deyirəm. Artist eləmə də, 50 dəfə eşitmişəm səndən bu sözləri. Heç vaxt qulaq asmırsan axıra kimi ki, biləsən nə deyirəm. Ciddi işlə məşğul olmaq istəyirəm. Rejissorla danışmışam, kino çəkirəm. Anamızın düşdüyü avariya haqqında. O üzü, yox, xatirələr. Xüsus istəyirəm ki, o kinoda hər şey birə-bir eyni olsun. Eyni də real olsun. Elə bilirəm ki, mamaya borcum qalıb, verib qutara bilmirəm. Heç olmasa bundan nə istəyirəm. Arvadın adından istifadə eləmə, günahdır. Niyə inanmırsan, Deyirəm, ciddi işlə məşğul olacam da, bu mənim son şansımdır, başa düşürəm. Prosta sənin də dəstəyə ehtiyacın var, mən bir dənə balaca xahişim var səndən. Nə xahiş? Qız var, prodüserdir. Ona o üzüyün necə olduğunu demək lazım. Mənə sual verir, yadıma düşmür, o sənin yadındadır, üzüyü necə idi, forması zadı. Sən bilirsən də, gəlib zərgərə verəcək ki, o üzün birə-bir eynisini düzəltdirsin. Bir dənə o sənə zəng eləyəndə onu ona başa salarsan. Yaxşı. Anam üçün nəsə eləmək istənsə zəng eləsin. Amma bu sənin sonuncu şansındır ya. Dəqiq sonra şey eləməyəsən ki, nə bilim, nə yalan danışsansa. Denə zəng eləsin. Yaxşı. Rəsul, bir dənə həyətə düşə bilərsən? Düş də bir dənə vacib məsələdir. Maşındayım, göz... Tamam, üzrsən, maşın nömrəsini saydı. 179. 170, hə, 179. Yaxşı. Cavab buyurun. Gəlirlər. Salam. Salam, salam. Hə, Rəsul gəldin. Aha. Dedim o üzük məsələsini danışırdım. Bildim. Hə, onunla maraqlanır. Hə, tamam. O üzük xanım, tək qaş üzüydü, belə qədimi üzüydü, qıraqlarından naxışla. Prosta o biraz anamın yadigarı da bizə onun üçün belə əziz idi. Həm də demişdi ki, bunun şansının barmağına özüm taxacam onu. Bu özü də yazıq qoruyurdu onu. İndi qınamal da öldü, hadisə də olub. Amma belə yəni şəkil ata bilərəm, belə köməyim dəyə bilərsə, amma birə-birini inanmıram tapasınız da, amma ancaq düzəltdirə bilərsiniz, oxşar. Həm də dediyim kimi çox qədimidir, məncə heç ehtiyac da yoxdur birə-birinə. Belə. Mən də olsa aşağı-yuxarı eyni şeyi demişdim də. Belə Salam xanım, nə sualınız varsa buradadır da qardaşım. Yox, yox. Başa düşdüm. Hər şey aydındır. Rəsul, sən də bağışla da sən düşürtdün, məziyyət verdin qardaşım. Yox, problem yoxdur qardaşım. Tək sənin işlərin yolunda getsin, tək mənim səbəbi köməyim dəysin. Mən 100 dəfə də o pilləkənə qalxıb düşərəm. Heç bir problem yoxdur. Oldu, təşəkkür edirəm. Oldu, Şad olun. çox sağ olun. Sağ olun Rəsul bəy. Sağ olun. Gördünüz Salam xanım, mən sizə yalan danışmıram. Sizə deyirəm ki, siz mənim buramda barmağımda, cibimdə anamın verdiyi üzük var.
yadigar idi də. Mənim də o üzüyə xərcləməyə pulum yoxdur. Yəni mən onu nəzərimdə tutmamışdım da. Çünki o üzük var idi. Durduğum yerdə belə bir xərcə düşdüm. Siz məni vuranda qız məni gözləyirdi. Yazıq qaldı elə. Mən sizə niyə yalan danışmaya bir dənə üzüyə görə? Sadəcə indi nəzərimdə tutmamışdım deyə o pul yoxdur, qız da gözləyir. Dediyim kimi. Bağışlayın Cəmil bəy. Vallahi gün ərzində o qədər fırıldaqçı görürük ki, heç kimə inanımız qalmır. İndi necə eləyək? Mən üzüyün pulunu sizə verim, siz sifariş eləyirsiniz, ya mən özüm hazırlatdırım onu? Məncə pulu verin mənə, mən verim qardaşıma, o eynisini düzəltdirsin. O üzəl, sizə çətin deyilsə. Yaxşı, olar. Sağ olun. Sağ olun. Ən təhlükəli tələ içində bir damla həqiqət olandı. Rəsul anasının xatirəsini qoruduğunu sanır, Səma isə vicdanını təmizlədiyini. Əslində isə hər ikisi mənim şahmat taxtamda sadəcə növbəti gedişi tamamlayan piyadalardı. Şah və mat Səma xanım. Şah və mat. Çox sağ ol. Niyazi zəng eləmişdi. Gəlmək istəyirlər. Elə belə? Sən nə dedin? Nə deyəcəm? Niyazini neçə ildir tanıyıram. Gözəl ailəsi var. Oğlu Nurlan da İngiltərədə universiteti bitirib. O qədər qabiliyyətli uşaqdır ki, tərbiyəli, qanacaqlı. Dedim gəlsinlər. Mən də istəyirəm ki, gözümün ağı qarası bir qızın xoşbəxt olsun. Elçi gələcəklər? Nə olub ki? Mən deyim də nə olubdu? Bəs mənim fikrimi soruşan olacaq burada. Nə fikir adam balası? Mən sənin yaxşılığını istəyirəm də. Ata, mən tanımıram, Nurlan kimdir, Niyazi kimdir. İndiyə qədər siz nə istəmişsizsə onu yemişəm, onu içmişəm, onu giyinmişəm. Bir o da almışdı ki, məni tanımadığım adama ərə verəsiz. Bura bax, səsini tonunu qaldırma. Sən qrup uşaqları ilə danışmırsan. Sən atanla danışırsan. Səni mən böyütmüşəm, mən adam eləmişəm. Nədir, indi üzümə ağ olursan? Sən indi gör məni fikirləşirsən, hə ata? Yox, bəs kimi fikirləşirəm? Sən məni fikirləşmirsən, sən Niyazini fikirləşirsən. Niyaziyə verdiyin sözü fikirləşirsən. Mən sizin oyuncağınızı eləmə götürüb kiməsə pay verəsiz. Sən qudurmusan. Başa düşürsən? Nə deyirəm, o da olacaq. Gələcəklər, mən də hə deyəcəyəm. Yoxsa səni doğulduğuma peşman edərəm. Hər şey sənə həsrət qoyaram. Vidadi, yalvarıram, sakitləş. Qızım, Aygün, atanla belə danışma. Bəsdir də! Bir dəfə də olsun arxamda dayan. Nə olursa olsun, sus. Sən o qədər əziyyət eləyib hamısında da susmusan. Məni də özünə oxşatmaq istəyirsən. Mən sən olmayacam, başa düşdün? Mən susmayacam. Mən o adamı tanımıram. Tanımadığım adamla da məni zorla evləndirə bilməzsin. Sən böyücümü olassan. Rədd ol otağına, it balası. Görməyim səni. Nə baxırsan? Rədd ol dedim sənə. Bunun hərəkətinə bax, bunun boyuna bax. Kim balası? Bunun danışığına bax. Bax, bu da sənin verdiyin tərbiyə. Uşaqdır, nə istədi aldım, budur, elədin, indi gör. Vidadi, uşaqdır axı. Bəsdir də sən Allah. Sən Allah, bəsdir də uşaqdır. Biri o uşaqdır, bir də sən. Bir ya Nurlan ərə gedəcəksən, ya da rədd olub çıxıb gedəcəksən evdən. Ürəyim sıxıldı. Ürəyim sıxıldı. Cəmil, neynirsən? Qolu sağalmıyor baxı. Ha deyən görək qol vaxtıdır, verdiyin xəbərə bax, qolumu fikirləşəcəm indi mən. Sən atan elə bilir hər şey onun dediyi kimi olacaq. Hə? O Nurlan kimsə gəlib səni evdən çıxardacaq. Yox Aygün, yox, qoymaram. Özüm ölərəm, amma sənə nəysə olsun qoymaram. Tanımırsan məni? Sən atamı tanımırsan, Cəmil. Sözünü eləyən adamdır. Dedisə mütləq eləməlidir, başa düşürsən? Sənin atan da məni tanımır. Aygün, bura bax.
atan istəyir dünyanı dağıtmasını, istəyir o göyləri endirsin yerə, xeyri yoxdur. Sən mənim olacaqsan. Nə atam, nə də onun pullu dostları bizim xoşbəxtliyimizə mane ola bilməzlər. Sən o evdən məni çıxardırdın. Başa düşdün mü? O səni barmağına dolayır. Hardan bilirsən ki, o düz deyil? Şividadır. Mən neyniyim ki, mən onu maşınla vuranda üzük cibində olub. Gah dedi kredit götürürəm, gah dedi kreditim var, gah dedi bunu verirəm. İndi üzüyü çıxıb, səhər bir şey çıxacaq. Nəslini biz saxlayacaq da bunun. Vidadır. Adamın anasının üzüyümüş. Öz də qədimidir. Çox bahalıdır. İndi necə eləyim mən? Boş-boş danışırsan. O fırıldaqçıdır, maşennikdir. Barmağına dolayıb səni. 1000 manat vermişdin də. Gedib nə istəyir alardı da. Bu üzük nə olan şeydir? Ay Vidadır. Bax, mən getdim onun qardaşı ilə də görüşdüm. Adı Rəsuldur. Elə həkim özü də demişdi ki, adı Rəsuldur. Kənardan baxırsan, dindar adam oxşuyur. Yəni, yalan danışan bir tip oxşamır da. O da dedi ki, anamızın üzüyüdür, bahalıdır, qədimi üzüyüdür. Cəmil onu göz bəbəyi kimi qoruyub saxlayıb. Bax, hətta Cəmil dedi ki, mən sizdən pulu götürməyə gələndə nişanlım da orada olacaq. İnanmırsan, gəl gedək özün danış da. Bezmişəm sizin əlinizdən. Evdə o mənə ağır öyrədir, üzüm ağ olur. Burada da sən mənə ağlı öyrədirsən. Boğaza yığıldım sizin əlinizdən, yığıldım boğaza. Vidadır, səsimi qaldırmayın mənə. Mən neyniyim? Nədir mənim günahım? Adam vurmaq da mənim günahım. İstəyirsən məni tutsunlar, adın onda təmiz qalır, hə? Bax, əgər pulu vermək istəmirsənsə, indi maşından düşürəm. Düz gedirəm sizin evə. Ramilə xanıma deyirəm ki, Vidadi mənə pulu vermədi. Görüm onda nə edəcəksən? Bura bax. Sən deyəsən qudurmusan ha. Kimlə danışdığını unutmusan ha? Hə? Mən sənə o qədər volə vermişəm ki, sən məni şantaj edirsən, evimizə gəlirsən. Götür. Aparıb verərsən ona. Amma bir şey yadında saxla. Ona deyərsən ki, sabah mənimlə görüşəcəm. Harada olsa gəl bununla görüşəcəyim. Görmə kimdir ki, sənin barmağına doluyur. Bağışla ana. Neçə gündür gələ bilmirdim ya. İş yüzdən biraz başım qarışıq idi. Amma sənə yaxşı xəbərim var. Şükür Allaha. Deyəsən Cəmil düzəlir. Axır ki, bu internetdəki mənasız oyunlardan, giz-giz videolardan deyəsən əl çəkir. Bir də bilsən nə edir? Sənin haqqında kino çəkir. Deyir anamın hekayəsini bütün dünyaya göstərəcəm. Hətta o itmiş üzüyüm var idi ya. Onu da düzəltdirir ki, kinoda hər şey real olsun. Allah sənə rəhmət eləsin. Salam Cəmil bəy. Salam Səma xanım, necəsiz? Sizdən də çox üzr istəyirəm. Yox, indi eybi yox, nə olar, oldu da. Yox, Cəmil bəy, xanımdan. Bilirəm nişanınız sizin üçün nə qədər dəyərli idi. Düz onu heç nə əvəz eləyə bilməz. Amma mənim də mənəvi borcumdur ki,
bu ziyanı ödəyim. Ümid edirəm hər şey yoluna düşər. Allah sizi xoşbəxt eləsin. Toyunuzun xəbərini eşidək inşallah. Sağ olun, çox sağ olun. Çox sağ olun xanım. Allah sizdən razı olsun. Bizim üçün əsas sağlamlığımızdır. Üzük necə olsa tapılar. Bir də ki, Cəmil bəy, Bəli. yoldaşım sizinlə görüşmək istəyir. Yoldaşınız niyə? Məndən? Nə bilim, deyir, görüşüb üzbəüz danışmaq istəyirəm. Nə? Heç nə görüşüb bir stəkan çay içərik, problem yoxdur. Yaxşı onda, sizi narahat eləməyəm. Sağ olun. Sağ olun, əziyyət çəkdiniz. Getdi. Getdi. Görsən balam, aktrisa haqqında pul var. Prosta baxır kimin qabağında nə oynayırsan. Xeyirli olsun. Mənə nəsə qaldı. Heç olalım, sənə zəng edəcəm. Yaxşı? Neydin, tapdın mı? Tapdım. Prosta şərəfsizə 3000 demişdim, çıxartdı 1500 öddə. Varlı ona görə vardı da. Hər şeydən kəsə-kəsə özünə gün ağlayır. Biraz tez elə də elə bir canından çıxır. Mən prosta üstündən onun 50 manat xərcləmişəm. Onun 750 səndi 700 manat. Ama bir dənə bazı problemimiz var. Nə problem? Sabah o samanı saxlayanı gəlir. Görüşmək istəyir. Bura gəlir məhliyə. Zibili çıxdı ki. Zibili zalı çıxmadı, xeyr. Səhər sən olursan həkim, mən də oluram kör. Bir dənə dayı yola verəcək, gedəcək. Az adam yola vermişik. Amma bil də, birinci dəfə də məni zibilə salırsan. Gördüm o yan bu yandır. Atacam səni bagaja. Uf da eləməyəcəm. Səhər gördüm o potensial var. Düşük. Maşinlik. Neyse mən getdim. Yerlər bağlanmamış üzük almalıyam. Sənin fikrin məndə deyil, Cəmil. Məni bura niyə çağırmısan? Cəmil, Ay can. eşidirsən məni? Deyirəm ki, atam gün təyin edib. Bir həftəyə elçilər gəlir. Özdə dedi ki, elçilərə hə deyəcəksən və salam. Yaxşı. Mən ölmüşəm, sən niyə narahatsan? Cəmil, mən qorxuram. Qoz nə də balam? Qabağında burada kişi oturur. Seç. Bu nə day Cəmil? Seç də görərsən. Hə, seçdim. Dəqiq. Bu nədir Cəmil? Bu Atavın o elçiləri var. Qapıdan girəndə bunu belə barmağında göstərəcəksən, deyəcəksən ki, mən öz sözümü vermişəm. Ciddisən sən? Bir dəqiqəyə sənin maddi vəziyyətin də yaxşı deyildi. Axı bu üzük çox bahalı üzüyə oxşayır. Qolunun müalicəsi də bir tərəfdən. Borc götürmüsən Cəmil? Balam, yox.
öz alın tərimlə qazandığım bir şeydir. Sən deməmişdim, kastinqə getmişdim axı. Böyük bir layihədir, film çəkilir. Rejissor mənə görən kimi dedi ki, elə bu qaqaş baş roldadır, avans verir. Doğrudan? Nə olub? Kör. Həyatı məhv olmuş, amma öz eşqinə görə hər şeyini qurban verməyə hazır olan bir kör. Belə gözümü yumdum. Elə oynadım ki, rejissor elə yarımçıq saxladı, dedi ki, bu rol sənindir. Danışdıq, avans verdi, mən də getdim sənə bu üzüyü aldım. Ki, sənə evli təşkil edir. Neynirsən? Əvin anı. Hacım. Mən evlənərsən. Hə, evlənərəm. Artıq görürəm. Görürəm ki, sən çox gözəlsən. Qəşəngdir qızım. Amma qorxuram valla. Aygün, bu uşaq bu qədər pulu hardan aldı, bu üzüyü aldı? Demirdən imkanı zəifdir. Deyim də hardan tapıb. Deməli bir dənə böyük layihə var. Film çəkirlər. Cəmil Doğru baş rol kimi çağırıblar. Kör elə bil ki, rolunu canlandıracaq da. Rejissor baxıb deyib ki, "Vau da, yəni mükəmməl. Necə oynamısansa mən elə bildim sən anadan gəlmə körsən." Belə də işi götürüb avans veriblər ona. O da avansın bütün pulunu bu üzüyə alıb. Sən çox gözəl başa düşürəm qızım. Vallah başa düşürəm. Sənin yaşında mən də elə idim. Elə bilirdim dünya sevgidən ibarətdir. Amma indi mənə bax. Bu dörd divarların arasında nəfəsim çatışmır. İstəmirəm sən də mənim günümə qalasan qızım. Ona görə də sənə yalvarıram mama. Nə olur, heç olmasa bir dəfə mənim tərəfimi saxla da. Get atama denən ki, mən istəmirəm qızımızı oğlana verək. Qızımızın başqa istədiyi var. Mən o Nurlanla xoşbəxt olmayacağam. Mən Cəmili sevirəm, başa düşürsən? Heç olmasa bir dəfə mənim tərəfimi saxla da. Atamla danış, nə olar? Deyərəm. Deyərəm qızım, amma nə faydası? Atan söz verib. Sözündən keçər səncə? Atamın sözü vacibdir, yoxsa mənim... Deməli, aktyordur, hə? Kör rol oynayır. Ata, biz... Sabah aktyora deyərsən, saat 4-də hara istəyir gəlsin. Görüm mənim qabağımda nə aktyorluq eləyəcək. Qumarbazlar elə bilir ki, ən böyük qazanc masadakı puldur. Səhv edirlər. Ən böyük qazanc rəqibinin əlindəki bütün kartları bilib ona udmaq ümidi verməkdir. Sabah qumar masasında iki ayrı düşmənim var. Biri pulunun, o biri qızının davasını döyür. Hər ikisi eyni vaxtda üstümə gəlir ki, məni küncə sıxsınlar. Amma bilmirlər ki, mən hər biri üçün ayrı tələ qurmuşam. Onlar bir-birini tanımasa da, mən hər ikisinin sonunu əzbər bilirəm. Mənim tamaşam hələ indi başlayır. Qəfil gün doğsa bir gecə, dünya qəfil işıqlansa, şəhər şəhər, küçə küçə, otaq otaq işıqlansa, qəfil gün doğsa bir gecə, dünya dumaq işıqlansa, şəhər şəhər, küçə küçə, otaq otaq işıqlansa, görərik kimlərin əli, kimlərin cibindən çıxır, kimlər əylə əylə, kimlərin evindən çıxır.